Qum şəhərində sübh çağı kağız və kitab qoxusu verir. Həzrət Məsumənin hərəmi ətrafındakı sakit küçələr tədricən tələbələrin ayaq səsləri ilə dolur. Çiyinlərdə əbalar, əllərdə dəftərlər, zehinlərdə isə gecədən bəri həllini gözləyən fikhi, üsuli və kəlamı suallar. Bu şəhər hər səhər elmə doğru edilən minlərlə səssiz, amma məqsədli səfərin şahidinə çevrilir. Qum dini elmlər mərkəzində dərslər, əsrlər boyu formalaşmış fiqh irsinin canlı və dinamik müzakirə meydanıdır. Burada hökmləri müstəqil şəkildə istinbat edə bilən, İslam elmlərində nəzəriyyə irəli sürən, Əhl-i Beyt marifini cəmiyyətə çatdıran və İslam nizamının mənəvi elmi dayağına çevrilən təqvalı, kamil və əməl sahibi alimlər yetişir. Hər səhər bu şəhərin bir güşəsində elm məclisləri formalaşır. Elə bir məclislər ki, orada ictihad tarixinin böyük adları yenidən canlanır. Şeyx Ənsari, Axund Xorasani, Ağa Ziya İraqi, Seyyid Əbülhəsən İsfahani, İmam Xomeyni, Əllamə Təbatəbai və bu uca xeymənin saysız hesabsız digər sütunları. Dərslərinə, müsahibələrinə və elmi mübahisələrinə diqqətlə baxsaq, xüsusilə də onun üslub və metoduna nəzər salsaq, görərik ki, məsələn, Ali Üsul-i Fiqh dərsinin mətni Əllamə Təbatəbainin Kifayətül Usula yazdığı haşiyəsi üzərində idi. Bu haşiyəni anlamağın özü, bu sahədən xəbəri və hazırlığı olanların bildiyi kimi, əslində özü özlüyündə bir Ali Üsul-i Fiqh dərsi sayılacaq qədər dərin və yüksək səviyyəli idi. O, elmi mübahisələrdə son dərəcə dəqiq idi. Fiqh və üsulun 5 böyük zirvəsinin nəzərlərini izah etmək çox çətin bir iş olsa da, bunu rahatlıqla bəyan edirdi. O, mərhum Şeyx Mürtəza Ənsari, Axund Xorasani, Ağa Ziya İraqi, Seyyid Əbülhəsən İsfahani və Mirzə Məhəmməd Hüseyin Naini kimi fiqh və üsul elminin dahilərinin fikirlərini müzakirə edir, bəzi məqamlarda isə bu görüşlərə elmi tənqidlərini də açıq şəkildə bildirirdi. Onun elmi görüşləri və nəzəri bünövrəsi Allaha şükür təhsil aldığı o vaxtlardan formalaşmışdı. O, keçmiş alimlərin, böyüklərin, Allah hamısına rəhmət etsin, nəzərləri ilə yüksək səviyyədə tanış idi. Bu sahədə son dərəcə dəqiq və dərin idi. Hətta fiqh və üsul sahəsində çox incə nəzərlərə malik olan alimlərin, necə deyərlər, onların həm meyarlarını, həm də nəzərlərini anlamaq, düzgün ifadə etmək, sonra təhlil edib nəhayət tənqid etmək olduqca çətin bir işdir. Bütün bunlar onun mübahisələrində diqqət mərkəzində olurdu. Əhl-i Beyt məktəbi əsasında aparılan İslam elmləri üzrə tədqiqatlar, dini elmlər mərkəzində və fiqh elmi sahəsində İslam sivilizasiyasının ən qiymətli irsi və bu tədqiqatın əsas oxudur. Bir tələbə bu yola daxil olaraq ictihad zirvəsinə çatmaq istədikdə, elmi inkişaf yolunu ardıcıl şəkildə keçməlidir. Müqəddimə mərhələsindən başlayaraq, ali fiqh və üsul mərhələsinə qədər irəliləməli. Eyni zamanda həm müqəddimə, həm rəsmi, həm də ali fiqh və üsul dərslərini tədris etməklə məşğul olmalı və nəticədə istinbat qabiliyyətinə yiyələnməlidir. Bu istedad təlim, tədris, dərs demək, fəaliyyət və tədqiqatla yanaşı olduqda, təbii olaraq etibarlı və qəbul olunan bir nəticə verəcəkdir. O özü də araşdırma və tədqiqat əhli idi və müəyyən müddət sonra onun dərsləri çox rəğbətlə qarşılandı. O, ərəb dili qrammatikası sahəsində də dərs demişdi. Dəfələrlə. Daha sonra isə tədricən ali mərhələlərinə çatana qədər müxtəlif səviyyələrdə olan dərsləri də dəfələrlə tədris etmişdi. O, rəsmi dərs proqramını başa vurduqdan sonra ali dərsləri də Ayətullah Əhmədi Miyanəci kimi görkəmli ustadların hüzurunda oxudu.
Daha sonra isə 15 il məşhur təqlid mərcələrinin ali üsul və fiqh dərslərində iştirak etdi. O cümlədən mərhum Ayətullah Şeyx Cavad Təbrizi kimi böyük ustadların dərsindən bəhrələndi. Ayətullah Şübeyri Zəncani həzrətlərinin dərslərindən də uzun müddət istifadə etdi. Ali üsul və fiqh dərsləri dini təhsildə elə bir mərhələdir ki, orada artıq xüsusi bir kitab olmur. Müzakirə birbaşa mətnlərin dərinliyindən doğur. Fəqihlərin görüşləri ortaya qoyulur və ustad şagirdlərə hökm çıxarma yolunun incəliklərini aşlayır. Elm mövzusu çox ciddi bir mövzudur. Kimsə bütün ömrünü elmin təhsili və fiqh və üsul kimi sahənin tədqiqinə sərf etmək istədiyi zaman, ki, bu da dini mədrəsələrin gözəl ənənəsidir, insan gedib yaxşı bir ustad axtarır. Elə bir ustad ki, məsələnin həqiqətlərini, batinini dərk etmiş olsun, mövzuya tam əhatəli şəkildə hakim olsun, onun əvvəlini və sonrasını bilsin, müxtəlif baxışları və fərqli meyarları tanısın. Bu ustad dərs kürsüsünə oturanda, hörmətli tələbələr və dəyərli elm adamları belə bir dərsdə əyləşəndə coşa gəlirlər. Bu coşqu isə bir elmi coşqudur. 2000-ci illərin əvvəllərində Qum şəhərində tədricən genişlənən bir ali fiqh dərsi formalaşdı. Bu dərs illər sonra mindən çox tələbəni özündə birləşdirdi. Ayətullah Bəhcətin dəfn mərasimindən sonra dostlarımdan birinin evində idik. Orada ağadan xahiş etdik və ağa da sonradan bu dərsi tədris etməyə başladı. Əlbəttə, bu dərsdən başqa, onun başqaları ilə fərdi şəkildə digər elmi bəhsləri də var idi. Amma illərlə davam edib genişlənən bu dərsin başlanğıc nöqtəsi məhz ora oldu. Bu elm məclisinin mərkəzində dərs üslubu hövzənin qədim ənənəsini xatırladan dərin, düşüncəli bir fəqih dayanırdı. Bu dərsin adı get-gedə Qum tələbələri arasında yayıldı. Ayətullah Seyyid Müştəba Xameneyinin Ali Fiqh və Üsul dərsi. حوزه درس آیت الله از مجتبی Ayətullah Seyyid Müctəba Xameneyinin dərsi Qum Dini Elmlər Mərkəzindəki ali fiqh dərsləri arasında ən izdihamlı dərslərdən biri idi. حوزه علمیه قم icbari نیستش. Məcburi deyil, tələbə dərsdə könüllü şəkildə iştirak edir. Yəni tələbə qabaqcıl və tanınmış yaşlı ustadların onlarla dərsində iştirak edir, bu dərsləri bir-biri ilə müqayisə edir və bir dərsi seçir. Məhz bu seçimin tələbənin özü tərəfindən edilməsi mühüm meyardır. Ayətullah Seyyid Müştəba Hüseyni Xameneyinin mövcud elmi kitablarına baxanda aydın olur ki, o rical, tarix və bu kimi sahələrdə geniş mütaliəyə malikdir. Bu sahələrin hamısı fiqh və fiqh elminə təsir göstərir. O, həmçinin alimlərin rəylərinin və mürəkkəb elmi fikirlərin izlənməsi və araşdırılmasında dərin tədqiqata sahibdir. Bunlar bu sahənin əhli və mütəxəssisləri üçün çox aydın məsələdir. Dərs aram və vüqarla irəliləyirdi. Nə durğunluq var idi, nə bir məhdudiyyət. Hər bir məsələ müxtəlif yönümlərdən, ədəbi, tarixi, rical, üsul və fiqh baxımından addım-addım izah edilirdi. O dövrdə məsələn, İmam Sadiq salavatullah və səlamu əleyh zamanında rəvayətlərin böyük hissəsi həmin dövrə aiddir. Görünür ki, ənənə belə olub ki, Kufə şəhəri şiəliyin mərkəzi idi və Zürarə, Məhəmməd ibn Muslim və digər bir çox şəxslər orada olublar. Bəziləri hətta bir-biri ilə fikir ayrılığına da malik olublar. Cabir ibn Yezid və Müfəzzəl kimi şəxsiyyətlər, onların hamısı oradaydılar. Mədinədə isə şiə böyüklərindən kiminsə olub-olmadığını indi dəqiq xatırlamıram. Və ya ən azı mənə belə gəlir ki, onlara rast gəlməmişəm. Böyüklərin hamısı Kufədə idi, amma davamlı olaraq get-gəl edirdilər. İmamın hüzuruna gəlir, o dövrün şəraitinə görə, məsələn Kufədən Mədinəyə səfər çox vaxt apardığı halda, gəlib bəzi suallar verib geri qayıdırdılar.
یک مسئله علمی موضوع O, hər zaman elmi bir məsələ və ya mövzu ortaya çıxanda, əvvəlcə onun köklərini araşdırırdı. İlk növbədə sənədə müraciət edirdi. Bu rəvayətin sənədi səhihdirmi, yoxsa yox? Bu isə onun rical elmindən dərindən bilməsindən asılı idi. Yəni, rical elmində geniş və güclü biliyə malik idi. Sənəd baxımından araşdırma aparırdı, dəlalət baxımından təhlil edirdi, həmçinin rəvayəti hansı şəraitdə deyilməsi cəhətindən qiymətləndirirdi. Bu isə çox çətin bir mövzudur. İnsanın müxtəlif mövzular və rəvayətlərdə bu cəhəti düzgün tanıması asan deyil. O, həmçinin dəlalətin aşkar və birbaşa olub-olmamasını araşdırırdı. Eyni zamanda rəvayətin müxalifinin və ziddinin olub-olmamasını, varsa həmin müxalif rəvayətlə əlaqəsinin necə olduğunu təhlil edirdi. Bu təzad sabitdir, yoxsa sabit olmayan bir təzad var burada. Yəni, fiqhi istidlal üçün lazım olan bütün istiqamətləri rəvayət üzərində araşdırırdı. Tələbələr bilirdilər ki, artıq burada mətnləri əzbərləmək kifayət deyil. Fiqhdə düşünmə üsulunu öyrənmək gərəkdir. مهمترین نکته‌ای که تو درس ایشون برای من Onun dərsində mənim üçün ən faydalı olan əsas məqam ustadın tələbələrlə münasibəti və onların elmi səviyyəsini qiymətləndirmə üsulu idi. Yəni, bu dərsdə iştirak edən şəxs elmi baxımdan hansı səviyyədədir? Digər tərəfdən o dərsdə irəliləyirmi, yoxsa ümumiyyətlə inkişaf etmir? Onun dərsi idarə etmə tərzi və tələbələrlə qarşılıqlı münasibəti baxımından belə bir üslubunu mən əvvəllər mərhum Ayətullah Lüzma Brucerdidən eşitmişdim. Bu dərsin üslubunda iki böyük dini elmlər mərkəzinin ənənəsinin izləri görünürdü. Nəcəf məktəbindən üsul prinsiplərində dəqiqlik və istidlalın dərinliyi. Qum məktəbindən isə fiqhin strukturuna və dövrün ehtiyaclarına diqqət. Keçmiş alimlərin irsi ehtiramla mütaliə olunur. Lakin yeni suallar qarşısında sükut edilmir və cavabsız qalmırdı. ایشون از فقهایی است O, elə bir fəqihdir ki, elmi tədqiqat dairəsini yalnız İran mədrəsələrinin görüşləri ilə məhdudlaşdırmayıb. O, həm Qum, Məşhəd və İsfahan kimi İranın mötəbər mədrəsələrinin əsərləri ilə tanışdı. Həm də İraq mədrəsələrinin, xüsusilə Nəcəf və Samirrə mədrəsələrinin elmi əsərlərini yaxşı bilir. O, araşdırıcı, dəqiq və daim mütaliə edən bir alim olub və hələ də belədir. Həmçinin mərhum Məhəmməd Baqir Sədrə qarşı xüsusi hörmət və ehtiramı var. Dərs yalnız ustadın danışığı deyildi. Tələbələr yazır, qeydlər aparır və bəzən elə suallar verirdilər ki, müzakirənin dairəsini genişləndirirdi. Bu məclisdə dərsin şərhini yazmaq ciddi şəkildə qəbul olunurdu. Yəni, tələbə eşitdiyi mövzunu öz ifadəsi ilə yenidən qələmə almalı idi. Həftədə bir dəfə mən keçilən dərsləri təqdim edirdim. O isə öz dərsinin bir qədər geri qalmasından narahat olmurdu. Hətta dərs həmin gün dayandırılırdı. Mənim kimi kiçik və ibtidai səviyyədə olan bir tələbəyə belə dərs təqdim etməyə imkan verirdi. Bu isə tələbənin inkişafı və elmi diqqətinin formalaşması üçün çox maraqlı və stimul verici bir üslub idi. Fiqhi müzakirələr zamanı bəzən məsələ rəvayətlərin sənədinə gəlib çıxır. Bir ravinin etibarlılığı və ya sənəd zəncirinin dəqiqliyi şəri hökmün çıxarılma yolunu və nəticəsini dəyişə bilir. Hədis mənbələrinə tam əhatəli bilik, fiqh kitablarına dərindən bələd olmaq və rical elminə yiyələnmək çox mürəkkəb bir sahədir. Hər kəs bu sahəyə daxil ola bilmir. Ayətullah Seyid Müctəba Xameneyi təxminən 20 il ali fiqh dərsi təcrübəsinə malik bir şəxsdir. O, rical müzakirələrində yaxşı elmi nümunələr təqdim edib.
Onun əsərləri də nəşr olunub və mən həmin yazıları götürüb nəzərdən keçirmişəm. Məsələn, elmi icmali mövzusunda onun təqdim etdiyi müzakirələrdə əvvəlcə o Şeyx Ənsarinin görüşlərini ortaya qoyur. Sonra Axund Xorasaninin baxışlarını və Axundun Şeyxə etdiyi tənqidləri izah edir. Daha sonra Naininin Axund və Şeyxə münasibətdə olan yanaşmasını təqdim edir və sonda isə öz elmi nəzərlərini bildirir. Fiqh sahəsindən daha mürəkkəb bir elm sahəsi bəlkə də yoxdur. Bunun səbəbi budur ki, hətta xüsusi istedadlı insanlar belə dini elmlərə daxil olduqda gecə-gündüz çalışaraq öz ömürlərinin böyük bir hissəsini sərf etməli olurlar ki, ictihad səviyyəsinin və fiqhi dərinliyin ən aşağı mərhələlərinə çata bilsinlər. Ali fiqh və usul ustadı o şəxsdir ki, böyük zəka və ciddi zəhmət nəticəsində elmi mərhələləri keçərək həm alimlər tərəfindən, həm də elm adamları tərəfindən qəbul olunmuş olsun. Dərs günləri arasında çərşənbə günləri fərqli bir abu-hava olurdu. O gün söhbət Qurandan açılırdı. Məclis ilahi ayələrin təfsiri üçün ayrılmış olurdu. Əxlaqi məsələlərdə də onun Qurana olan diqqəti xüsusilə qeyd olunmalıdır. Yəni, əxlaqi baxışın Quran-ı Kərimin təfsirindən birbaşa çıxarılması. Çünki əgər Quran hər şeyi bəyan edən kitabdırsa və əxlaqi məsələlər də bu sahəyə daxildirsə, deməli bu mövzuların izahı da Qurandan gəlməlidir. Buna görə də onun təfsir dərsi bir çox tələbə üçün əxlaqi baxımdan həqiqətən faydalı və təsirli idi. Bu dərsin başlanmasından 20 ildən çox vaxt keçmişdi. Bir neçə tələbə ilə başlayan bu elm məclisi indi minlərlə tələbəni özündə cəm edirdi. Lakin 2024-cü ildə bu dərs dayandırıldı. Bir çox tələbənin zehnində sual yarandı. Görəsən niyə? Cavabı mədrəsələrin qədim ənənəsində axtarmaq lazımdır. Dini elmlər mərkəzində elm və ədəb bir-birindən ayrılmazdı. Bəzən elə bir məsləhət olur ki, bir dərs digər ustadlara və böyük alimlərə hörmət olaraq davam etdirilmir. İllər keçdikcə onun dərsi daha da izdihamlı olurdu və çox yaxşı qəbul olunurdu. Həmin il isə qeydiyyat da aparıldığı halda qəfil şəkildə dərsin dayandırıldığı elan edildi. Hətta bəzi ustadlar və müctəhidlər onun dərsini davam etdirməsi üçün çalışdılar. Amma o bunu qəbul etmədi. Bu hadisənin özü tələbələr üçün başqa bir dərs idi. Şöhrətdən uzaq durmaq və nəfsə qarşı çıxmaq dərsi. Bu məsələyə yaxşı diqqət edin. Niyə o şöhrətdən uzaq dururdu? Niyə mediada görünmürdü? Niyə onun tərəfindən mən beləyəm, mən eləyəm kimi heç bir iddia eşidilmirdi? Hətta rəhbərlik məsələsində belə o bu vəzifədən qaçan bir mövqe sərgiləyirdi. Biz də onun yanına getdik. Eləcə də ekspertlər məclisi də müraciət etmişdilər. Bu beyti ona şamil etmək olar. Ona doğru üz tutub tələsdi məqam. O da üz çevirib rədd etdi müdam. Bu söz tam ona uyğundur. Yəni, rəhbərlik ona doğru gəldi. O isə qəbul etmədi. O, heç vaxt nəfsani istəklərin ardınca getməyib. Mən kiməm, mən nəyəm kimi özünü göstərmək, özünü isbat etmək kimi şeylər onun nə indiki halında var, nə də əvvəllər olub. Onun təqvası da elə bu cür istəklərin arxasınca getməsinə mane olur. Ayətullah Seyyid Müştəba Xameneyi, ali fiqh dərsini tədris etdiyi dövrdə eyni zamanda ictihad mərtəbəsinə çatmış və fətva vermə səlahiyyəti əldə etmişdir. Böyük ustadların şahidliyi və təsdiqi onun bu yüksək fiqhi qabiliyyətinə dəlalət edir. Elmi baxımdan bu məsələdə heç bir şübhə yoxdur ki, həmd olsun Allaha, o, Ömər ibn Hənzələnin məşhur hədisində qeyd olunan meyyara tam şəkildə malikdir. Həmin hədisdə buyurulur: Mən nəzara fi halalinə və haraminə və arafə əhkəmənə
فَإِنِّي قَدْ جَعَلْتُهُ عَلَيْكُمْ حَاكِمًا. Bu mübarək rəvayətdə meyyar bu şəkildə müəyyən edilmişdir ki, həmin alim İslamın halal və haramına dair bilik sahibi olsun və hökmləri düzgün şəkildə tanısın. Bu meyyar əsasında onu sizə hakim təyin etdim buyurulmuşdur. Bu baxımdan heç bir şübhə yoxdur ki, Ayətullah Səyyid Müctəba Xameneyi, Dəmə Zilluhul Ali bu xüsusiyyətlərə malikdir. Ayətullah Seyyid Müctəba Xameneyi müasir fəqih və tədqiqatçı bir alimdir. Fiqhdə mövcud olan ənənəvi yanaşmalarla kifayətlənmir. Əgər səhv etmirəmsə, 1968-ci ildən Ayətullah Şəbzindidar ilə tanışıq. O zaman nə o əmmamə qoyurdu, nə də mən. Onun təqvası o vaxtdan mənim üçün bəlli idi. Onun dediyi söz mənim öz araşdırmamdan belə daha qəti və şübhəsiz sayılır. Həmçinin Ayətullah Əndəlibə də inqilabdan əvvəl hörmətim var idi. Birlikdə həm mübahisə, həm də elmi müzakirələr aparmışıq. O da əsassız söz deməz. O, bu barədə şahidlik verəndə və onun yazılarını gördüyüm zaman, bu mənim üçün elə idi ki, sanki özüm baxıb eyni nəticəyə gəlmişəm. Buna görə bu böyük alimlərin sözündə heç bir şübhə yeri yoxdur. Kim onları tanıyırsa, əminəm ki, mənim dediyimi daha qəti şəkildə təsdiqləyər. Birincisi, o qəti şəkildə müctəhiddir. Çünki dəlilləri tanımaq, hökmləri istinbat etmək bacarığına malikdir. Şəri dəlilləri yaxşı bilir və dəlillər arasındakı ixtilafların içindən ən doğru nəticəni çıxarma qüdrətinə sahibdir. Mənim üçün onun ictihadına dair şər'i dəlil tam şəkildə hasil olub. Hətta şahidlik verən bəzi ustadlar mənim təxminən 60 illik dostlarımdır. 50 ildən çoxdur birlikdə dostuq və elmi müzakirələr aparmışıq. Onların şahidliyi mənim üçün çox dəyərlidir. Çünki onlar bir şəxsin ictihadını təsdiqləməyi çox zəhmətlə, böyük dəqiqliklə və çox çətinliklə edirlər. Onlar bu məsələdə çox qəti və möhkəm şəkildə şahidlik veriblər və bu şahidlik dəlillərə əsaslanır. Öz şahidliklərinin səbəblərini də izah ediblər. Elm məclisləri zahirdə sadə görünür. Bir neçə tələbə, bir ustad və yazmaq üçün bir dəftər. Lakin məhz bu sadə məclislərdə cəmiyyətin və bir ölkənin gələcəyini formalaşdıran fikir və düşüncə yetişir. İslam inqilabının üfüqündə bu səylər daha geniş məna qazanır və fiqh yeni İslam sivilizasiyasının böyük layihəsi üçün aparılan nəzəri quruculuğun ayrılmaz bir hissəsinə çevrilir. Bizim nəzərimizdə burada ilahi bir əl var idi. İmam Zaman qəlbləri bu istiqamətə yönəltdi. Görürük ki, həm ekspertlər məclisi, həm də xalqımızın ümumi kütləsi ona bu qədər məhəbbət göstərir, onun rəhbərliyini bu qədər dəstəkləyir. Bu baş verən ümumi həmrəylik Qurani Kərimdə buyurulan ayəni xatırladır. Əgər yer üzündə olanların hamısını xərcləsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Qəlblərin bu şəkildə birləşməsi və Ayətullah Seyyid Müctəba Xameneyi ətrafında toplanması ilahi bir iş idi. Bəşəri bir iş deyildi. Və bu yol aram və qətiyyətli addımlarla irəliləyir. Elm məclislərindən şia alimlərinin əsrlər boyu ümid və intizarla baxdıqları o uca üfüqə, yeryüzünün vəd olunmuş ədalətin nuruna qərq olacağı, bəşəriyyətin xilaskarını qarşılayacağı o günə doğru.